Salam değerli izleyiciler. Biz bugün sizinle yeni 5. sınıf riyaziyyat dərsliyi ilə onluq kəsirlərin toplanması və çıxılması mövzusundakı misalları izah edəcəyik. Hər zamanki kimi misallar izah olunarkən qaydalara da toxunmağa çalışacağım. Başlayırıq birinci çalışmadan. Deməli, cəmi tapın. Normalda vergülün altında olmalıdır onluq kəsirlərin toplanması zamanı. Yəni 27-nin üstə 8 gəldən heç şey deyil. 35. Bir dənə də vergül. Belə. Eynən qayda buna da aiddir. 8-in üstə 7 gələndə 5. Yazırıq 1 yadda. 0-ın üstə 2. 2, 1 yadda 3. Vergül də burada. Burada növbəti misala baxırıq. 6-ın üstə 4, 0. 1 yadda. 8-in üstə 2, 0. Yəni 10. 1 də yadda 11. 1 yazırıq. Artıq 1 yadda gəlir. Vergülü vergülün altdan yazırıq. 7-in üstə 3, 10. 1 də yadda 11. Deməli, cavab 11 tam 10'da 1. 0 hesablanması da olar. 5-in üstə 6, 11, 1, 1 yadda. 4-ün üstə 8, 12. 1 də yadda 13, 3, 1 yadda. 3-ün üstə 2, 5, 1 də yadda 6. Görürsünüz, vergülün altdan olur. Burada sanki 0 var. Yenə vergülün altında olur. Burada 1000 dənə 0 da olsa, vergüllər bir-birinin altında olmalıdır. 8-in üstə 0 gələndə 8, 4-ün üstə 7 gələndə 11, 1 yazırıq 1 yadda, 4-ün üstə 7, 11, 1 də yadda 12. Növbəti 4-ün üstə 7, 11, 1, 1 yadda, 5, 4, 9, 1 də yadda 10, 0, 1 yadda, 3, 7, 10, 1 də yadda 11, 1, 1 yadda, 2, 4, 6, 1 də yadda 7. Növbəti, baxın, burası 0 qoyuruq. Qoymasaq da olar, amma çaşmamaq üçün yaxşı vasitədir bu. Deməli, 6, 6 üstə 5, 11, 1, 1 yadda, 5 üstə 4, 9, 1 də yadda 10, 0 yazırıq 1 yadda, 7 üstə 3, 1 də yadda, 7 üstə 3, 10, 1 də yadda 11. Vergüldə yenə eyni qayda. Burada heç nə yoxdur, bu hissədə heç nə yoxdur, yəni bu tam deməkdir də tam. Tamlar tamın altında olur, vergülün altında olur. Deməli, 6 düşür elə aşağı. Burada heç nə yoxdur ki, yox. 8-in üstə 6 gəlirik. 14, 14. 4 yazırıq, 1 yadda. 1, 0, 2, 3, 1 də yadda 4. Vergüldə öz qaydasında. Yenə tamlar bir-birinin altında, vergüllər bir-birinin altında. 5-in üstə 2, 7, 1 yadda. 5-in üstə 7, 12, 12 üstə 8, 20. 0 yazırıq, 2 yadda. 4, 4'ün üstə 7, 11, 11'in üstə 5, 16, 2 də yadda 18, 8 yazırıq, 1 yadda. 1 yadda qaldı. Deməli, 3'ün üstə 5, 8, 8'in üstə 2, 10, 1 də yadda 11. 1 yazıram, 1 yadda, 1, 1 də yadda 2. Deməli, burada vergülün altında olacaq, tam hissənin altında olacaq. Alt-alta yazmaqla toplayın. Toplayaq, yəni 1,5 üstə gəl 0,7. Gördünüz, vergüllər alt-alta oldu. Bu hissəni pozum. Deməli, 7 üstə 5, 12, 2, 1 yadda, 1'in üstə 0, 1, 1 də yadda 2, 2,2. O birisinə baxırıq. 2 tam %32 üstə gəl 1 tam %72. 4, 0, 4. Sonra növbətiyə baxırıq. 4 tam %64 üstə gəl 3 tam %39. 4'ün üstə 9, 3, 3. 1 yadda 6, 3. 9, 1 də yadda 10, 0 yazırıq. 1 yadda. Tam düşür aşağı. Yəni vergül düşür aşağı. Sonra tama baxırıq. 4 və 3'ün. 4 üstə 3, 7. 1 də yadda 8. Elde edəcək 8 tam %3. Bu misala baxırıq. 8 tam %64 üstə gəl. Baxın, tamı tamın altda yazıram. Vergülün altda yazıram. 4, 7, 2, 472. Burada heç nə yoxdur ki, elə düşür 2 aşağı. 4 üstə 7, 11, 1 yadda. 6 üstə 4, 11 də yadda 11, 1 yenə 1 yadda. Vergül düşdü aşağı. 8, 2, 10, 1 də yadda 11. Deməli, 11 tam 1000'də 112 edəcək. Bunlar da uşaqlar eyni qayda ilə davam edəcək. Sonuncuya baxıram. Deməli, 1 tam %25 plus 0 tam vergüllər alt-alta olmalıdır. Yenə vergüllər alt-alta düşəcək. Aha, 5 heç bir şey yoxdur, düşür aşağı.
6, 5, 11, 1, 1 yadda. 2, 8, 19, 19, 1 də yadda 20, 0, 2 yadda. Bu da 5. Deməli, bunun da cavabı 5 tam mində 15. Üçüncüyə baxırıq. Toplananları təklərə qədər yuvarlaqlaşdıraraq cəmi təxmin edin, sonra dəqiq hesablayın. Deməli, şərtlər. Buradan bir neçə misal yazacağım. Qalanını özünüz yazarsınız. Deməli, təkliklərə qədər. Təkliklərin altından xətt çəkək əvvəl. 12 və 7. 7-dən sonra 9 gəlirsə, 7 bir vahid artmalıdır, elə deyilmi? 7 olacaq 8. 12-dən sonra 1 gəlir, yəni 2-dən sonra, belə götürək, 2-dən sonra 1 gəlir, artım olmayacaq, elə qalır 2, yəni 12. 8 üstə 12 gələndə bizə yuvarlaqlaşanda verir 20-ni. Gəlin biz bunu bir də yuvarlaqlaşdırmadan olduğu kimi toplayaq. Çünki burada deyir ki, sonra dəqiq hesablayın. Toplansın. Vergüllər bir-birinin altından. 6, 0. Edir 20 tam %6. Elə 20-yə də yaxın olur. Növbətiyə baxırıq. 2-ni təkliklərə qədər yuvarlaqlaşdıranda, təkliklərə qədər. Bu edəcək 3. O isə edəcək 31. 1-dən sonra 1 gəldiyi üçün dəyişilməyəcək. Elə 31. Yəni, yuvarlaqlaşdıranda bizə verir 34. Bir də normal halında yoxlayaq. 2 tam %82 plus təkliklə vergülün altına gəlir 19. 9 üstə 2, 1, 1 yadda. 8 üstə 1, 9, 1 də yadda. 10, 0 yazırıq, 1 yadda. 2, 1, 3, 1 də yadda 4. Bu da qalır 3. Özü edir 34 tam %1. Görürsünüz, bir-birinə nə qədər yaxın olur. Bunları mən yuvarlaqlaşdıraraq hesablayacağım. Siz dəqiq hesablayarsınız sonra. Yuxarıdakı qaydada da izah elədik. 7-dən sonra nə gəlir? 0, ona görə 17 olduğu kimi qalacaq. Üstə gəl. 8-dən sonra 8 gəlir deyə bu edəcək 19. O da bizə verir 36. Növbəti təkliklərə qədər. Yəni vergüldən sonra ilk soldakı ədəd. 5-dən sonra 2 gəlirsə dəyişməyəcək. Olacaq 105. Plus 4-dən sonra 7 gəlirsə bu verəcək bizə 15. O da 120. 7-dən sonra 2 gəlirsə, yəni əgər unutmuşuqsa qaydan bir daha deyim. 1, 2, 3, 4. Bu ədədlər gələndə artım olmur. 7-dən sonra 2 gəlirsə elə 7 olacaq. Elə deyilmi? Üstə gəl. 2-dən sonra amma 9 gəlir. Yəni 5, 6, 7, 8, 9. Bu ədədlər gəlirsə bir vahid artmalıdır. 2-dən sonra 9 gəlirsə bu 3 eləyəcək. 5-dən sonra 8 gəlirsə 6 eləyəcək. O da bizə verəcək təqribi 16-nı. Dördüncü misala baxırıq. Adi kəsri onluq kəsr şəklində yazın və cəmi tapın. Adi kəsri onluq kəsrə necə çevirmək olar? Bu 4-də 3-ü biz ya 10-a tamamlaya bilərik məxrəci, ya 100-ə tamamlaya bilərik. 100-ə tamamlamaq üçün məsələn 4-ü vururuq 25, elə deyilmi? 3-ü də onda 25-ə vurmalıyıq. Yəni, bura eləyəcək %75. O da verəcək 0 tam %75. İndi buradan bir lövhə açaq. 0 tam %75-in də üstə neçə gəlirik? 8 tam %27. 8 tam %27. Edəcək 9 tam %2. Növbəti 8-də 3-ü biz necə tapırıq? Bunu biz vursaq, məsələn, 125-ə, 8-i 125-ə vuranda neçə edir? 8 vur 125 bərabərdir 1000. Onda biz aşağını vururuqsa, yuxarını da vurmalıyıq, elə deyilmi? 3-ü də 125-ə vuranda eləyəcək 375. O da bərabərdir 0 tam 1000-də 375. İndi 0 tam 1000-də 375 plus 2 tam 1000-də 875.
deməli buradan da alınır. 3, 8, 11, 1, 2, 3. Yəni 3 tam mində 250. 3 tam mində 250 idi, elə deyilmi? Bir də baxım. Hə, 250. Növbəti, burada biz hər tərəfi məsələn 5-ə vursaq, bu hissə neçə eləyəcək? %15, o da bizə verəcək 0,15. 0,15-in üstə də 0,85 gələndə 1,00 eləyəcək. Elə bu 1 deməkdir. Sonra burada da 4-ə vuracaqsınız. Bura eləyəcək %72. Bu da 0,72 deməkdir. Onda üstə 1,28 gələndə edəcək 2,0'lar. O da elə 2 deməkdir. Burada şərhlər 2'yə dəymir. 2 olduğu kimi qalır. Buranı vururuq 5'ə, buranı vururuq 5'ə. Bunu da 100'ə tam olmaq üçün buranı da vururuq 2'yə, buranı da vururuq 2'yə. Neçə edəcək? 2 tam, bura %55 deyiləmi? 2 tam %55 plus 1 tam %23 plus 6 tam %22. Bunu da hesablayıb yorum bölməsində mənə qeyd edə bilərsiniz, geri dönüş edə bilərsiniz. Sonra 5'ə baxırıq. Əvvəl təxmin etməklə, sonra isə dəqiq hesablamaqla müqayisə edin. Təxmin edirəm, məsələn. 13'ü 2'yə böləndə neçə eləyir? 7,5. 6,5 etdi. İndi 3'ün üstə 3 gələndə 6, 5'in üstə 9 gələndə də nəyi verəcək? 5'in üstə 9 gələndə 14. 1 yadda 7. Bu 7,4, bu da 7,5. Məsələn, mən bunu təxminən hesablayanda 7 deyərəm. Tutaq ki, 7. Bunu da təxminən hesablayanda olsun 6, 6,5. Yəni bu hissəyə böyük verərəm. Sonra da hesablayanda, yəni dəqiq hesablayanda 3,5'in üstə 3,9 gələrəm dəqiqliyi ilə. 5'in üstə 9 gələndə 4, 3'ün üstə 3 gələndə 6, yəni 7,4 alaram. 13'ü də 2'yə böləndə belə yazarıq. 13'ü 2'yə böləndə neçə eləyir? 6 tam, 2'də 1. Tamlara baxsaq, təbii ki 7 tam daha böyükdür. Buradan 5,7 üstə 2,7 gəlib, mən təxminən neçə yazaram? 5 üstə 2 gələrəm, 7. Quyruqlarını hesablasaq, 8. Yox, bu 1-dir, üzr istəyirəm. Hə, bura 5'dir. 5,7. 2 tam var burada. Bunun tamından böyük olacaqdır, çünki bura tamsızdır. Mən belə bir götürərəm. Dəqiq hesablamağa qalsa da, 1 2'yə bölən neçə eləyir? Bu 0,5. 2,7'nin üstünə də 0,5 gələndə 3,2. Hə, 3,2 bu hissədir. Burada 5,7'dir. Təbii ki 5,7 böyük olacaq. Bu da tamlara baxırıq. 2, 3 verəcək bizə 5. 5 bəli. Quyruqlar da yəni 0,4. Bu təxminən 6. Bu hissədə təxminən 6. Hə, hansı böyük? Biz təxminən bərabər götürərik. Amma hesablayanda dəqiqliyi ilə hansının böyük olduğunu bilə bilərik. Bunu da özünüz hesablayırsınız. Vericilərin altından yazırsınız. Nə alınıbsa müqayisə eləyərsiniz. Hansı böyükdür, hansı kiçikdir, bəlkə də bərabərdir. Növbəti onluq kəsirlərin çıxılması. Çıxılması rahat qaydadır. Şərhlər qorxutmuruq özümüzü. 96'ya baxırıq. 96-cı səhifədəki misallara daha doğrusu. 6-cı çalışma. Çıxanda və yenə görürsünüz ki, vergüllər bir-birinin altındadır. Birini verdik, 2'dən 7 çıxa bilmirik, 12. 12'dən 7 çıxanda 5. Birini verdiğimiz üçün burada nə qədər qalmışdı? 2. 2'dən 1 çıxanda vergül düşür aşağı, burada 1. Bura baxırıq. Bir dənə 0 qoyuruq mütləq. Toplayanda qoymasaz da olar, amma belə çıxanda qoyun ki, rahat olsun. 6'dan birini verdik bura. 0-sa qabağına 1 gəlir 10. 10'dan 7 çıxanda 3. 6'dan birini vermişdik, 6'da qalmışdı 5. 5'dən 1 çıxırıq 4. Vergüllər bir-birinin altından, 4'dən də 1 çıxanda 3. Buradan hansılara baxaq? Daha çətin görünən
Buna baxaq. Deməli, 0-dan verə bilmirik 4 eləmi? 2-dən birini veririk bura, sonra da birini bura. 14. 14-dən 8 çıxanda 6. Bura əvvəl 10 idi. 10-dan vermirdik. Burada 9 qaldı. 9-dan 1 çıxanda 8. Burada 1 qalmışdı onsuz. 1. 9-dan da birini verəndə bura 1 idisə neçə eləyəcək? 11. Elə deyilmi? 11-dən 4 çıxanda neçə eləyir? 7. Vergüllər alt-alta. 8-dən də 8 çıxanda 0. Yəni 0 tam 1000-də 786 edəcək. Bu misala baxırıq. 0 qoyulmalıdır. Deməli, 3-dən birini verəndə bura 10. 10-dan 9 çıxanda 1. Burada 2 qalmışdı axı. 2-dən birini gətirib veririk. 12-dən 6 çıxanda 6. Burada nə qaldı? 1. 5-dən də birini bura verəndə eləyir 11. 11-dən çıxanda 8. Bu hissədə 4 qaldığından 4-dən 2 çıxanda 2. Bir də buna baxaq. Sonucunu özünüz yazın. 0 qoyduq elə deyilmi? 10-dan birini verəndə 10-dan 6 çıxanda 4. Burada 2 qalmışdı. 2-dən 0 çıxanda da 2. Vergüllər düşdü aşağı. 1-dən 0 çıxanda da 1. Bu qədər. Alt-alta çıxmaqla deyir, yazın. Bayaqçı kimi şərclər. Buradan da biraz izah etsək, qalanını özünüz yazarsınız. 3,5-dən 1,8 çıxırıq. Birini verməliyik. 15-dən 8 çıxanda 7. Burada qaldı 2-dən 1 çıxanda da 1. Növbəti 3 tam %42 çıxılsın 2 tam %71. 2-dən 1 çıxanda 1, 14-dən 7 çıxanda 7. Burada 0 qalır, elə deyilmi? 0-dan %71. Buradan 4,5-dirsə, biz buna 0 qoyuruq, 50 olsun deyə. 2 tam %62. Edəcək 8, 8, 1. 1 tam %88. Bu misala baxırıq. Uzundur deyə qorxutmasın. 5, uzun deyil əslində. 3 tam 1000-də 453 çıxırıq. 8, 13-dən 5 çıxanda 8, 11-dən 4 çıxanda 7, 4. Eyni qayda ilə 1 tam 1000-də 788. Elə bunu da yazaq yazmışkən 8, 7, 2, bir dənə də 0 qoyuruq mütləq. Çıxılsın 3 tam 1000-də 56, 4, 6, 6, bu da qalır 5. 5 tam 1000-də 664. Şərclər, texniki səhvlər falan ola bilər. Yorumlarda elə bir səhvlər görsəniz düzəldərsiniz. Onluq kəsrləri təkliklərə qədər yuvarlaşdırmaqla fərqi əvvəl təxmin edirsiniz, sonra dəqiq yazırsınız. Əvvəl təxmin edək. 17-ni yuvarlaşdıranda 7-dən sonra 8 gəldiyi üçün nə olur? Bura 18. Bu yuvarlaşdıranda. Çıxılsın 9-dan sonra 1 gəlir deyə də qalır 9, bərabərdir 9. Bir də dəqiq hesablayaq. 9-dan %12. 0, 10-dan 8, 7 qalmışdı. 7-dən 1 çıxanda nə edir? 6 eləmi? Burada 17-dən 9 çıxanda 8. Amma özü dəqiq misal 8 tam %68-dir. Təqribi isə 9-dur. Növbəti 37 alınacaq buradan. Çünki 7-dən sonra 1 gəlir. Mən buraya yazıram 37. 9-dan sonra da 8 gəlir deyə bu hissədə təqribən olur 20. O da təqribi bərabərdir 17. Amma real əsl qiyməti 37,1-dən çıxırıq. Vergülər alt-alta gəlir. Bura 1 0 qoyuruq. 3. Burada 0 qalmışdı axı. 1, 7-dən birini verdik. 10-dan 8 çıxanda 2. Burada qalır 6. 6-dan da birini verəndə 16-dan 9 çıxanda 7. Burada qalır 2. Yəni, əsl cavab 17 tam %23-dür. Amma bizim özümüzdə aldıq təqribi 17. Onsuz bunu da təkliklərə qədər biz yuvarlaşdırsaq, şərclər elə 17 alınacaq. Təqribi bunu da hesablayaq. Siz dəqiq qiymətini özünüz hesaplayarsınız. 8-dən sonra 8 gəlir deyə bura olacaq 49 çıxılsın. 9-dan sonra 1 gəlir deyə elə 9 olacaq. O da verəcək bizə 40. 3-dən sonra 8 gəlir. 3 olduğu kimi qalır. Yəni 60, üzr istəyirəm, 1 vay da artır. Yəni 64 çıxılsın. 9-dan sonra 0 gəlir deyə 9 olduğu kimi qalır. 19 bərabərdir 45.
Növbəti misala keçirik. Adi kəsri onluq kəsr şəklində yazın və fərqi tapın. Adi kəsri, yəni 4-də 3-ü onluq kəsr şəklində yazacaq. Şərhçilər bilirik ki, belə olanda nəyə diqqət edirik? Məxrəcə, məxrəci 10, 100, 1000 bu ədədlərdən birinə gətirməliyik ki, onluq kəsrə çevirə bilək. 4-ü 25-i 4-ə vuranda 10-a gətirə bilmirik. 2,5-ə vurmalıyıq. Onda hər tərəfi alınmır. Amma 25-ə vuranda 100 eləyir. Onda məxrəci vururuqsa sürəti də vurmalıyıq. Bu isə edəcək 1000-də, daha doğrusu %75, yəni 0,75. Yəni misalımız özü belə alınacaqdı. %75. Qabağında tam yoxdur da, yəni qabağındakı tam elə 0-dır. Ona görə buraya yazdıq 0. 0,75 çıxılsın. 0,62. O da bərabərdir. Alt-alta toplayanda da görəcəksiniz ki, 0,13 edəcək. Və yaxud da 5, 7. Burada əvvəl 5-də 7 elə deyilmi? 5-də 7 bizə nəyi verəcək? 1,5-də 2 düzgün kəsrə çevirsək, qarşı xəttə çevirsək daha doğrusu. Tamımız var. Əlimizdə bir dənə tam var. Bu qalır. Bu hissəni aşağını da 20-yə vururuq, yuxarını da 20-yə vururuq sürət məxrəci. Bura 1,40 belə yazılacaq. 1,40. İndi 1,40-dan biz çıxacaq 0,78 bərabərdir. 10-dan 8 çıxanda 2, buradan 1 bayt verəndə 13-dən 7 çıxanda 6. Bura 0 qalır. 0,62 edəcək. Bu hissəyə baxanda 5-ə vuraq hər tərəfini 100 olması üçün. Deməli, 5-i 20-yə vuranda 100, 5-i 19-a vuranda 95, %95. Tam yoxdur, elə deyilmi? Onda yazırıq 0,95. Çıxılsın 0,1000-də 785. Biz belə bölmə zamanı, çıxma zamanı daha doğrusu nə edirdik? Bir dəqiqə. Deməli 0,95 çıxılsın 0,1000-də 785. Bir dənə 0 qoyuruq. Deməli 1 bayt verəndə 5 qalacaq bura. Buradan 1 bayt 14 birini vermişdik. 14-dən 8 çıxanda 6, 8-dən 7 çıxanda 1, 0. Yəni cavabımız eləyəcək 1,161, 1000-də 165. Eyni qayda ilə uşaqlar buranı 25-ə vuracaqsınız. Bu hissəni 25-ə vuracaqsınız. Yəni 3,32 çıxılsın. 0,25 eləyəcək. O da bərabərdir. 3,7. Burada 50-yə vuracaqsınız. 100 olacaq məxrəc. 5-ə də vura bilərsiniz əslində. 10 eləməsi üçün. Amma bura 100-lük verilib deyə elə 100-lə götürək. Yəni bura alınacaq %50. 0,50 eləyəcək. 0,50-dən də 0,27 çıxanda 0,23 verəcək bizə. 10-cu misala baxırıq. Deməli, əvvəl öyrətdiyim qaydaların təkrarıdır. 2 dənə misal yazaq. Birinci misal yazaq, bir də üçüncü misal yazaq. Qalan özünüz yazarsınız. 1,6-nın üstə 2,7 gəlirik. Bərabərdir. 7 üstə 6 gəlində 13, 3 bir yadda. 2, 1, 3 bir yadda 4. Birinci tərəf elədi 4,3. 4,3-dən 3,9 çıxanda 43-dən 39 çıxanda neçə eləyir şərhçilər? 4 eləyir də. 4,3-dən də 3,4 çıxanda 0,4 eləyəcək. Bu hissəyə baxırıq. Məxrəci gəlin 100 onluq kəsrə çevirək. 25-ə vursaq, buranı da 25-ə vursaq. Bu eləyəcək 0,25. İndi yazırıq 0,25 üstə gəl 0,84. Deməli, eləyəcək 1,9. 1,9-dan neçə çıxmalıyıq biz? 0,1000-də 127. Burada bir 0 qoyuruq 9-un arxasına. Deməli, eləyəcək ondan da bir çıxanda 9. 0,1000-də 963. Növbəti misala baxırıq.
əvvəlcə təxmin etməklə, sonra isə dəqiq hesablamaqla müqayisə eləyək. Deməli 3,5-dən 2,9 çıxanda mən 3,5-i belə yuvarıqlaşdırsam, bura eləyəcək 4. Yuvarıqlaşdırsam deyirəm, təxmin edirəm. Çünki 2,9-da yuvarıqlaşdırsam eləyəcək 3. 4-dən çıxanda 1. Bura 1 eləyəcək, bura 2,3. Təbii ki, 2,3 böyükdür. Mən yəni təxmin eləsəm deyirəm ki, 2,3 böyükdür. Amma təxmin eləməsək real qiymətə baxaq. 3,5-dən 2,9 çıxıram. 6, 0,6. Bura 0,6-dır. Bura 2,3-dür. Bəli, təxmin etsəm də, yəni hesablayandan sonra görürəm ki, həqiqətən də düz təxmin eləmişəm. Buradan 1,9 neçə eləyəcək? Təxminən 2, bura 1, verəcək bizə 3. Bu 2,1 neçədir özü? 0,5 elə. Yəni bunun özü 0,5-dir. Yəni 1. Tutaq ki, bu hissədə 1-dir. 3-dən də 1 çıxanda 2. Buranı 3 hesablayıram təxminən, buranı da 2. Amma realda görən nə deyir? 1,9 üzrə 0,8 deyəndə eləyir 2,7. 3,2-dən də 0,5 çıxanda edir 2,7. Yəni bura bərabər imiş. Səhv təxmin eləmişəm. Deməli 2,1 yuvarıqlaşanda 2, 1,9 yuvarıqlaşanda 2. Çıxanda 0 verdi mənə birinci tərəf. Buranı yuvarıqlaşdıranda 5-dən sonra gələndə 5 eləyir, 4-dən sonra burada 0 verdi. Amma görən həqiqi cavabı nədir? 2,1-dən 1,9 çıxanda 0,2 eləyirmiş. Buradan da 4 tam, yəni 5,124-dən 4 tam 1873 çıxsam, bura 0 qoyuram. 7, 13-dən 7 çıxanda 6, 11-dən 8 çıxanda 3. Aha. Deməli, bura 0,2-dir, bura 0,367-dir. Görürsünüz ki, sıfırlar olduğu kimidir. Burada 2 dayanır, burada 3 dayanır. Demək, 3 olan tərəf böyük olacaq. 12-ci misala baxırıq. Boş xanalara uyğun rəqəmləri tapın. Toplama deləmi? 7-nin üstə neçə gələn, 3-ün üstə daha doğrusu neçə gələn? 7 eləyib, 4. 8 gəliblər, 1 eləyib. Yəni, əslində 11 eləyib deməkdir. Bura 3 olub, 3-ün üstə biz 8 gəlmişik. Edib 11. Onda 1 də yadda qalır, ha. 2-nin üstə nə gəliblər? 2 eləyib. Bu demək, bu da neçədəsində? 2-nin üstə neçə gələndə burada 0 olardı. 2-nin üstə 0 gələrdi, 2 eləyərdik. 1 də yadda qalıb, 3 eləyərdik. Demək, bu 12-dir, elə deyilmi? Onda biz 2-nin üstə 9 gəlirik. 11 eləyir. 1 də yadda 12 eləyir. Deməli, 1 yenə yadda qaldı. Buradan 12-dən 5 çıxanda 7, bura 6 eləməlidir. 6-ın üstə 5 gəliblər 11, 1 də yadda 12. Növbəti, baxın, yenə 1 eləyib. Yəni, 6-nın üstə nə isə gəlmişik, 1 verib bizə. Deməli, bu 5-dir, elə deyilmi? 5-in üstə 6 gələndə eləyir 11. 1 yazırıq, 1 yadda. 1 yadda qalmalıdır. 2-nin üstə gəlmişik, 0 eləyib. Yəni, bu əslində 10 eləyib. 2-nin üstə 7 gələndə 9 eləyir, 1 də yadda qalır, 10 eləyir. Yenə 1 yadda qaldı. Deməli, 8-in üstə də 1 gələcək, 9, 1 də yadda 10. Yenə 1 yadda qaldı. 6-nın üstə 4 gəlirəm, 10 eləyir, 1 də yadda 11 eləyir. İndi çıxma ilə bağlı. Burada biraz diqqətli olur. Hansı ədəddən 5-i çıxanda 8 eləyir? Deməli, bu 13 eləyəcək elə. Biz bura 13 yazırıq. Demək, 4-dən də birini verdik, ha. Budur, burada 3 qaldı. Biz 13-dən 5 çıxanda 8 alırıq. Deməli, bunun özündə nə qədər qaldı? 3. Yenə 13 olmalıdır ki, yəni 3-dən nəsə çıxanda 9 ala bilmirik. Yenə buradan biri gəlib, bura eləyib 13. 13-dən də biz 4 çıxanda 9 alırıq, elə deyilmi? Burada nə qaldı? 7 almışıq. Deməli, buradan da 1 vahid çıxıb da. Bura biz 1 versək, şagirdlər. 1 versək. Deməli, 7-dən bu 1 özündən verib də ki, burada 0 qalıb. Biz 7-dən gətirmişik belə. Bu 0-a 1 verəndə 10 eləyib. Ondan da çıxanda 7. İndi 7-dən də birini verdiyimiz üçün burada qaldı 6. 6-dan da 2 çıxanda 4. Növbəti. Buralara 0 qoyuruq.
10-dan 5 çıxanda 5 eləyir. Buradan deməli veriblərdə. Burada qalıb 9. 9-dan 1 çıxanda 8 edəcək. Burada qalmışdı 1. Özündə 1 qalıb. Deməli 1-dən 0 çıxanda elə 1 qalır. Bu 12 olan hissəyə biz dəymədik. Dəymədiyimiz üçün 12, yəni 12-dən 4 çıxanda eləyəcək 9. Növbəti misala baxırıq. Deməli 13-cü misal. Tənlikləri həll edin. Toplanan cəm. Toplananı tapmaq üçün cəmdən o biri toplananı çıxmaq lazımdır. X bərabərdir 20 çıxılsın 15,8, o da bərabərdir 4,2. Siz səliqəli dəftərinizi yazın. Yəni x bərabərdir 20 çıxılsın 15,3, x bərabərdir 4,2. Yerinə də qoya bilərsiniz. Buradan azalan, çıxılan fərqi. Azalanı tapmaq üçün fərqdən o biri çıxılanı çıxmaq lazımdır. Yəni çıxılanı çıxmaq lazımdır. 4,9 çıxılsın 2,3, 6 çıxanda 2,6 verəcək. Bu hissəni hesablayaq əvvəl. Ondan 4,4 çıxanda verəcək bizə 5,7. Yəni A-nın üstə 4,4 çıxanda 5,7 eləyib deməkdir. Onda A bərabərdir 5,7 çıxılsın 4,3. A da bərabərdir 1,4. Növbəti 4-dən 1,5 çıxan neçə eləyir? 2,5. Biz yəni bu bərabərliyin bu hissəsinin 2,5 olduğunu bildik. 5,2-dən B çıxıblar, 2,5 alıblar. Yəni B bərabərdir azalan, çıxılan fərq. Çıxılanı tapmaq üçün fərqdən, daha doğrusu azalandan fərqi çıxmaq lazımdır. 5,2-dən də 2,5 çıxanda edəcək 2,7. Deməli, boş xanalara uyğun ədədləri tapın. Burada tutaq ki, x-dir. X-in üstə 2,48 gəliblər. 5,12 alınıb. Deməli, biz 5,12-dən 2,48-i çıxmalıyıq. Buradan çıxırıq 5,12 çıxılsın 2,48. 4, 10-dan 4 çıxanda eləyir 6, 4-dən, aha. Bunu tapdıq ki, 2,64 imiş. Əla. 5,12-dən 1,5 çıxanda 5,12 çıxılsın 1,5. Vergüllər vergülün altında olacaq. Diqqət edirik. 6, 4-dən 1 çıxanda 3, 3,62. 3,62 eləyib. 3,62-nin də üstünə gəlirik 3,56. Bura ediləcək 7,18. 7,18-dən də çıxırıq 3,9. Vergülər alt-alt olur. 8 düşür aşağı. 2, altında deməli 3,28 edəcək. Aha, burada heç nə verilməyib. Nə gözəl. Deməli, sondan baxırıq bu tip misallara. Bu x-dir. X-in üstə 1,8 gəliblər. Edib 8,25. Deməli, 8,25-dən biz 1,8 çıxmalıyıq. Deməli, qaytaraq bunu. Aha. Deməli, 8,25-dən 1,8 çıxırıq. 5, 4, 6,45. Biz həqiqətən 6,45-in üstə 1,8 gəlsə, 8,25 eləyəcəklər. Deməli, buradakı ədəddən, tutaq ki, y-dir bu. Y-dən 0,33 çıxıblar, 6,45 alınıb. Deməli, biz 6,45-in üstə 0,33 gəlsə, y alacaq geri. O zaman bunu da üstə gələk 0,33. Necə 6,78. Həqiqətən 6,78-dən 0,33 çıxsaq, elə 6,45 alacaq. Deməli, buradakı hər hansı bir ədədin üstə 3,98 gələndə 6,78 alınıb. Deməli, 6,78-dən
6,178-dən çıxırıq indi. Toplama olanda çıxırıq, çıxma olanda toplayacaq. Yəni artıq məntiqi tutduqsa. 3,98 çıxanda 2,8. Burada elədi 2,8. Həqiqətən 2,8-in üstə bu ədədə gələndə 6,78 edəcək. Nəyin üstünə 2,8 gələndə 2,8 eləyir? 0. Bu boyda həngamədən bir dənə başda 0 çıxdı. Məsələ həllərinə baxırıq. Deməli, lövhəmizi məsələ üçün düzəldək. Ya da buradan belə qaldıraq. Daha yaxşı görə bilək. Deməli, düzbucaqlı formada bağın uzunluğu 2,4 metr. Eni 3,8-dir. Düzbucaqlı çəkirik buradan. Dəngələmizi düzəldək. Deməli, düzbucaqlı formada uzunluq nə qədərdir şagirdlər? 12,4. En nə qədərdir? 3,8. Deməli, perimetrimiz nə qədər olacaq? P bərabərdir 2 vurulsun 3,8 plus 12,4. O da bərabərdir 3,8-in üstə 12,4 cəmləsi eləyəcək. Deməli, 2 vurulsun 16,2. O da bərabərdir 32,4. Bütün perimetrim, yəni düzbucaqlının perimetri 32,4-dür. Deməli, perimetr boyu hasar çəkmək və 3,6 metr enində qapı qoymaq. Gəliblər, buradan da bir dənə belə qapı qoyublar. Siz indi həyət evində yaşayanlar daha yaxşı bilər. Həyət evində hasarı uzunluğunu hesablayanda gəlib qapının uzunluğunu hesablayırsınız oradan. Hesablamırsınız da çıxırsınız. Deməli, bu boyda həyətin uzunluğundan bu 32,4-dən çıxırıq. Biz 3,6. Buranı çıxmalıyıq. O da bərabərdir. Deməli, 14-dən 6 çıxanda 8, 31-dən 7 çıxanda 28. 28,8. Yəni 28,8 hasar olacaq. Bu hissəsi də, bu balaca hissəsi də 3,6. Burada olacaq qapı. Darvaza deyirsiniz, ona nə deyirsiniz? Yəni qapı olacaq. Deməli, 16-cı məsələyə baxırıq. Samir məftildən üçbucaq düzəltdi. Nə gözəl iş gördü. Onda biz də bu hissəni silək ki, üçbucaq seçə bilək. Videonu donduraraq baxa bilərsiniz. Deməli, silinmədi. Hər neysə, onda biz buradan bir fayl açaq əlavə. Deməli, bu bizim üçbucağımız. Və üçbucağın tərəflərindən birinin uzunluğu. Bir tərəfin uzunluğu olsun 20,7 santimetr. Digər tərəfi bundan 8 santimetr uzundur. Bu tərəfi, yəni 20,7 santimetrin üstünə 8 santimetr gəlirik. Baxın, burada 8 tam deyirik də, 0,0 belə olacaq. Yəni 7-nin altından yazmırıq 8. Onda eləyəcək 28,7 santimetr. Burada oldu 28,7 santimetr. Üçbucağın üçüncü tərəfi isə bu iki tərəfin cəmindən, iki tərəfin cəmi, yəni 20,7 ilə 28,7-nin cəmindən deyir. 4,94 santimetr. Yox. Biri 20,7, biri də 28,7, 49 tam. Vergüllər səhv qoydum. Görürsünüz, bir dənə vergül səhv qoyanda nələr alınır. Deməli, 49 tam, onda 4 santimetr. İki tərəfin cəmindən 10,6
6 sm qısadır. İki tərəfin cəmi 49,4-dür və 10,6 sm qısaca çıxırıq. O da bizə verəcək 38,8. Deməli, üçüncü tərəfə edəcək 38,8. Üçbucağı düzəltmək üçün Samir uzunluğu neçə santimetr olan məftildən istifadə etdi. Deməli, bir tərəfə 20,7, o birisi 28,7, üçüncü tərəf isə 38,8. O zaman nə edirik biz bunları? Alt-alta toplayırıq. 20,7 üstəgəl 28,7 üstəgəl 38,8. Yəni ümumi perimetr soruşur. 7, 7, 14 üstə 8, 22. 2 yazırıq, 2 yadda. 8, 8, 16, 2 də yadda 18, 8 yazırıq, 1 yadda. 2, 2. Bu da eləyəcək 8. Deməli, ümumi uzunluq nə qədər lazım olacaq? 88,2 santimetr. Yəni, hesablama qaydası da bu formada olacaq. Növbəti 17-ci suala baxırıq. Bu hissəni gəlin ağardaq, aşağı pozmaq olmadı. Ona qədər məsələmizi oxuyaq. 2 bidonda cəmi 14,8 litr süd var. İkisində birlikdə var. Deməli, bidonların birindəki süd o birindəkindən 2,8 litr çoxdur. Şikayətçilər bunu tənlik quraraq yazsaq daha yaxşı olacaq. Hansında çoxdur? Təbii ki, böyük bidonda. Az olanda kiçik bidon. Mən bura x verirəm. Bilmirəm axı burada nə qədərdir. O birisində nə qədərdir? Bundan, yəni bu x-dan 14,8 litr çoxdur. Yox, 2,8 litr çoxdur, üzrlü sayın. Yuxarı deməli 2,8 litr çoxdur. Ümumi nə qədərdir? Ümumi də 14,8 litrdir. Toplayırıq. X üstəgəl, x üstəgəlsin 2,8 bərabərdir 14,8. X-lar 2x var. Bunu yazırıq biz 2x. Üstəgəl 2,8 bərabərdir 14,8. Toplanan və cəm. Biz bu toplananı tapmaq üçün nə edirik? Cəmdən o biri toplananı çıxırıq. Yəni 2x bərabərdir 14,8-dən 2,8 çıxanda 12 eləyəcək. Bu 2x, 2 vur x deməkdir də. Onda olur vuruq, hasil. Biz vuruqlardan birini tapmaq üçün hasili o biri vuruğa bölmək lazımdır. Deməli, 12-ni 2-yə böləndə eləyəcək 6. Hər bidonda nə qədər süd var? X-imiz nə qədər elədi? 6. Deməli, balacada 6 litr süd var. O birisində də x üstəgəl, yəni x-imiz 6 idisə, bu 6 üstəgəlsin 2,8-dir. O da bərabərdir 8,8. Birində 6 litrdir, digərində 8,8 litrdir. Və biz bunları doğruluğunu yoxlamaq üçün 6 üstə 8,8 gələndə elə bizə verəcək 14,8 litr süd. Yəni, cəmləri belə alınacaq. Belə şagirdlər, növbəti videolarda görüşərik inşallah. Suallarınız olsa, yorumlarda qeyd edə bilərsiniz və cavablarını yazmadığım sualları da özünüz evdə yazıb yorumlara da qeyd edə bilərsiniz. Qeyd etməyə də bilərsiniz. Əsas odur ki, özünüz də başınızı işlədin.